xəstəliklər sizcə nəyə görə artar? Məsələn, stress dediniz, ekoloji problemlər dediniz. Başqa nələri bura daxil etmək olar? Buna nəyə aid eləmək olar? Köçləri də aid eləyərdim. İndi izah edəcəm niyə. Biz doğulduğumuz coğrafiyaya bir neçə nəsil buradayıqsa, oranın iqliminə bir uyğunlaşmamız var. Məsələn, rütubətli bölgə var, kontinental quru bölgə var. İlin yarısı qaranlıq, ilin yarısı yüngül günəşli bölgələr var. Bu yerlərdə yaşayan insanların dərisi adaptasiyadır onlar. Və onlar yer dəyişəndə onlarda şikayətlər başlayır. Bakıda rastlaşıram. Məsələn, pasiyent var, Dubayda yaşayır. Neçə vaxtda dəri öyrəşib oranın iqliminə. Gəlir Bakı dəniz səviyyəsindən biraz aşağıdır, rütubət artıb, deyir səpdim. Və yaxud rütubətli bölgədən gəlir buranın iqlimi nisbətən quru olduğu üçün onda atopik dermatit, dərinin belə deyək, quruluğu ilə müşahidə olunan xəstəliklər, qaşınmalar və yaxud digər bu kimi ekzema ola bilər. Məsələn, deyir mən falan ölkədə yaşayırdım, orada da qış var. Mənim əlimdə heç bir problem yox idi. Gəldim bura, bu qış əlim qanadı, çatladı, nə günə düşdü. Dəri o iqlimə öyrəşmişdi. Bura hələ adaptasiya eləməyib. Belə olduqda da insan dermatoloqa müraciət edirlər. Adaptasiya dövründə bir ona qulluq ya düzgün nəmləndirmə və yaxud çox yağlı dəridirsə, əksinə yağlıq azaldan vasitələr təyin olunur ki, buna adaptasiya etsin. Eyni zamanda saç problemləri var, buna oxşar. Daha çox bax bu iqlim məsələsində də ömür boyu bir şəhərdə yaşamış insan hansı ki, bu problemlə rastlaşmayıb, sadəcə köçməklə dərisində problem başlayır.